Görəsən İmam Hüseyin beyət eləsəydi nə olardı? Birini dedim. İmam beyət eləsəydi zəlillik idi. Zalimə boyun ərib nəfəs çəkmək idi. 5 gün çox nəfəs çəkəcəkdi. 5 gün çox. Yaşamaq da deyil, ya nəfəs çəkməkdir. 2. İmamın beyəti Yazidin İslamını qol çəkmək idi. Yazidin məgər İslamı var? Bəli. Yazidin İslamı, yəni məsiyət də elə, günah da elə, hər nə də elə, fəqət adın müsəlman olsun. Yazidin İslamı bu idi. Yazidin və Yaziddən qabaqçı Bəni Üməyyənin adamları vaxtı imam cəmaət olurdular, piyan məscidə gəlirdilər. İmam cəmaət piyan gəlirdi, ha, hələ namaz qılan yox. Sübh namazını 2 rəkat əvəzinə 4 rəkat qılırdı. Çünki piyanı idi, öz alında da idi ki. Deyirdilər, 4 rəkat qıldım, deyir, istəyirsiniz ki, nə də qılım. Öz halında da ki. Yazidin İslamı yanı bu. Bəni Ümeyyə İslam yanı bu. Aşkara günah eləmək, özü də adi adamın günah eləməyi fərq edir, ha, mən kiminlə günahı ilə. Ola, fərqi vardı. Yazid xəlifə-i Rəsulullah idi, aşkarcasına günah edirdi. Muaviyə də bu işi görmürdü hətta. Muaviyə üstünü örtürdü. İmam Hüseynin qol çəkməyi, beyət eləməyi təhcə indiki müasir dövrdə rəy vermək deyil, seçki mənasında deyil, vəfadarlıq bildirməkdir. Ki, mən sənə həyatımda vəfadaram. İmam Hüseyin Yazidə vəfadar. Aşkar günah eləyən, Peyğəmbərin yerində oturub aşkarcasına günah eləyən İmam Hüseyin ona beyət eləməyi mənası yeni bir İslam qurmaqdır. Peyğəmbər İslamı da deyil. O yeni İslam ki, peş namaz piyan da namaz qıla bilər. O yeni İslam ki, Muaviyyənin siz tərcüme halını oxuyun, bir nəfər üzr istəyirəm məclisdən, qardaş elədi özünə. Bu İbn Ziyad yoxdur, Kufənin valisi. Bunun dədəsini Muaviyyə özünə qardaş elədi. Niyə? 2 dənə şahid gətirdi ki, bunun dədəsi o anadan dünyaya gəlib ki, Əbu Süfyanla əyri yolda olublar. Həram yoldan gələn uşaq da elə Əbu Süfyanın uşağıdır, mənlə onlar qardaş. Yeni İslamdır bu. Ona görə Ziyad ibn Əbih deməyirlər, bu İbn Ziyadın dədəsinə deyərlər Ziyad ibn Əbu Süfyan. Bu yeni bir İslamdır. Bu yeni İslamın mahiyyəti nədir? Mahiyyəti kəlmələr dini kəlmədir. Kəlmələr dini kəlmədir. Qabıq dini qabıqdır. İçəri şəhvətdir. İçəri həva və həvəsdir. İnsan öz həva və həvəsini dini qalibdə düzəldir. Kəlmələr dini sözlərdir. Adam bəzən yeni İslam düzəldər. Sözləri saxlayar, içərisini boşaldır. İmamın qəbul eləmağının mənası bu idi. Bu iki bizim alimlərimiz buyururlar İslam-ı Muhammedi və İslam-ı Əməvi, yəni Bəni Ümeyyə İslamı bundan idi. Əgər imam beyət eləsəydi, Bəni Ümeyyə İslamı rəsmiyyəti var idi.